Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adıyla. Orucu pozan hallar hansılardır? Ağız və ya burun vasitəsilə boğaza suyun getməsi, yemək və ya gün ərzində dişin dibində qalan, dilin ucuna gətirilə biləcək həcmdə olan şeyi udmaq, həyat yoldaşı ilə yaxınlıq etmək, özünü qəsdən qusturmaq, istimna, masturbasiya etmək, öpüşmə, toxunmaq, baxmaq səbəbi ilə məni, yəni sperma axması, habelə qəsdən məni axsın deyə təsəvvür etmək nəticəsində məni axması, hicamə etdirmək, qan aldırmaq, qidalandırıcı iynələrin və sistemlərin vurulması, ətir zərrəciklərini məqsədli şəkildə bilərək udmaq. Orucu pozmayan hallar hansılardır? Sürmə, göz damcıları, şam, qulaq burun damcısı, asma spreyi, oksigen sprey, pensilin iynəsi, diş müalicəsi zamanı keyləşdirici iynələr, plomb, makyaj, qan analizi, suda üzmək və ya suya baş vurmaq, polyusiya, yuxuda qeyri-ixtiyari sperma ifrazı, bəlğəm udmaq, dodaq yumşaldıcıları, burun çirki və dişin çıxarılması, qarqara dərmanlar, diş pastası, yeməyin dadına udmadan baxmaq, qeyri-ixtiyari qusmaq, əzələ daxili, vena daxili və dəri altı iynələr, ətir iyləmək. Orucu tutan nələrdən ehtiyat etməlidir? Gözü çox sürmələməmək və ya göz damcılarından istifadə etmək, dəstəmaz alarkən, ağzı yaxalayarkən və buruna su çəkərkən bunu xəfif etməlidir. Ağzını, qulağını, gözlərini haram şeylərdən qorumalıdır. Oruç tutan bilməlidir ki, o əzəmətli bir ibadət halındadır. Peyğəmbər, Allahın ona salavatı və salamı olsun, belə demişdi. Kim pis sözü və əməli tərk etməzsə, Allahın onun yeməyini və içməyini tərk etməsinə ehtiyacı yoxdur. Oruç tutan şəxs mübahisələrdən, söyüş söyməkdən çəkinməlidir. Biri onu söyərsə, mən orucam söyləsin. Qeybət etməkdən, söz gəzdirməkdən çəkinməlidir. Peyğəmbər demişdi, oruç tutan qeybət etmədikcə, başqasına əziyyət vermədikcə ibadətdədir. Orucu bilmədən və ya qəsdən pozmağın günahı nədir? Orucu həyat yoldaşı ilə yaxınlıq edərək qəsdən pozan, həmin günün qəzasını gələn Ramazana qədər tutmaqla yanaşı kəffarə olan əməl etməlidir. Kəffarə isə bacarırsa qul azad etmək, bunu bacarmırsa 60 gün dalbadal oruç tutmaq, bunu da bacarmırsa, üzrü varsa, səhhətində problem varsa 60 nəfəri hərəyə təqribən 1 və ya 1,5 kilo yemək verməklə doyuzdurmalıdır. Buna da imkanı çatmırsa, bu böyük günahdan tövbə etməlidir və xeyir işləri artırmalıdır ki, Allah onu bağışlasın. Orucu yaxınlıqdan başqa digər şeylərlə qəsdən pozan isə həmin günün qəzasını Ramazandan sonra gələn Ramazana qədər tutmalıdır və səmimi tövbə etməli, xeyir işləri artırmalıdır. Bilmədən, unudaraq yeyib içənə və digər istənilən bir şeylə bilmədən, unudaraq orucunu pozana heç bir günah yoxdur. Sadəcə xatırladığı anda oruca qayıdır və orucunu tamamlayır. Orucu kimlər tərk edə bilər və bunun əvəzinə nə etməlidirlər? Səfərdə olan orucu tərk edə bilər. Taqəti çatırsa, səfərdə belə oruç tutmaq daha yaxşıdır. Taqəti çatmayan, səfərdə məşəqqət çəkən isə orucu tərk etsə yaxşıdır. Orucu məqbul olsa da bəyənilmir. Tərk edilən orucun qəzası Ramazandan sonra tutulur. Orucu pozmaq üçün hilə ilə səfər edənin həm səfəri haramdır, həm də böyük günahla yanaşı orucun qəzası boynundadır. Oruç tutmağa mane olan, xəstəliyi olan kəs və ya oruç tutarsa xəstəliyi şiddətlənəcək olan kəs orucu tərk edir. Ramazandan sonra sağaldıqda həmin günün qəzasını digər Ramazana qədər tutur. Xəstəliyinin sağalmasına ümidi olmayan kəslər, oruca taqəti olmayan qocalar isə hər tuta bilmədiyi günə görə bir nəfəri doyuzdurmalıdır.
Məsələn, 30 gün ərzində 30 nəfəri ya da istəsə bir günə 30 nəfəri 1 və ya 1,5 kiloqram yemək verməklə yedizdirə bilər. Əsas olan tuta bilmədiyi günlərin sayı qədər adam yedizdirməkdir. Heyz halında və ya nifas halında olan qadınlar həmin günləri oruç tutmurlar və gələn Ramazana qədər buraxdıqları günlərin qəzasını tuturlar. Uşağa zərər verməkdən qorxan hamilə və ya süd verən qadın orucu tərk edə bilər. Artıq normal hala qayıtdıqdan sonra bu orucun qəzasını tutmalıdır. Bəzi alimlər hər gün bir nəfəri də əlavə olaraq doyuzdurmağı söyləmişlər. Ramazanda başqa hansı ibadətlər və fəzilətlər vardır? Ramazan Quran ayı olduğuna görə Allahın elçisi bu ayda Quran oxumağı artırmağı tövsiyə etmişdi. Həmçinin bu ay Allahın elçisinin ən çox sədəqə verdiyi aydır. Bu ayda məscidlərdə təravih, yəni cemaatla cüt-cüt qılınan gecə namazları da vardır ki, bu namazları bacardığı qədər imanla, əcrini Allahdan umaraq qılanların günahlarının bağışlanması barədə səhih hədislər mövcuddur. Bu ayda həmçinin ümrə etməyin böyük savabı vardır. Bu ayda son 10 gündə məscidlərdə qalmaq, Allahla təkləşmək üçün nəzərdə tutulan etikaf adlı ibadət vardır. Həmçinin bu ayda son 10 gecənin tək gecələrindən olan və Qədir gecəsi adlı bir gecə vardır ki, o 1000 aydan daha xeyirlidir. O gecə dualar qəbul olunur, insanın illik qədəri dəyişir. Bütün bu ibadətlər insanın özünə fayda verməklə yanaşı cəmiyyətə də fayda verir. Varlılar yoxsulların halından xəbər tutur. İnsanlar arasında bərabərlik və məhəbbət yaranır. Varlılıq və kasıblılıq kimi sərhədlər unudulur. Həsəd, paxıllıq, nifrət tərk edilir. Məscidlərdə cemaatla qılınan təravih namazlarına gələn, ha belə ümrə zamanı dünyanın hər yerindən Məkkəyə gələn müsəlmanlar arasında qardaşlıq bağları yaranır. Ramazan ayı nə ilə sonlanır? Ramazan ayının sonunda fitrə zəkatı deyilən xüsusi və vacib olan sədəqə bayram namazından öncə çıxarılır ki, kasıblar da bayramı könül xoşluğu ilə keçirə bilsinlər. Fitrə zəkatının miqdarı ailədə hər adam başına 2,5 və ya 3 kiloqram un, xurma, buğda, düyü və ya yaşadığı yerdə insanların adətən yediyi ərzaqlardan ibarətdir. Sonra isə məscidlərdə cemaatla birgə 2 rükət bayram namazı qılınır. Kiçik xutbə oxunur, müsəlmanlar bir-birlərini təbrik edərək ailələri, dostları, qonşuları, yaxınları ilə birgə bayramı keçirməyə üz tuturlar. Cəmiyyətdə qardaşlıq bağları möhkəmlənir. Allahdan bütün müsəlmanlara bu ayı layiqincə ibadət etməyi, Allaha yaxınlaşmağı istəyir, Allah sevgisinə nail olmağı diləyirik.